Hər çərşənbə saat 18:00-da və təkrarı bazar günü saat 15:00-da olan Sənət Arenası verilişini dinləyin. Hər birinizi salamlayıram dəyərli dinləyicilər. Radio EGFM-də daha bir Sənət Arenası verilişində sizinlə birlikdəyik. Mən Anar Rafiqoğlu, verilişimizin qonağı görkəmli yazıcı, ssenarist, tərcüməçi, publisist, əslən həmyerlimiz Qaraçöp mahalının yetirməsi, hazırda Bakı şəhərində yaşayıb yaradan Nəriman Əbdurrəhmanlıdır. Nəriman müəllim, xoş gəlibsiniz həm paytaxtımıza, həm də studiyamıza. Necəsiniz? Təşəkkür edirəm, yaxşıyam. Nəriman müəllim, sizi uşaq vaxtlarımdan lap yaxından tanıyan biri kimi bilirəm ki, siz çağdaş Azərbaycan nəsrinin ən samballı nümayəndələrindən birisiniz. Bu çətin və əzablarla dolu yaradıcılıq yolunda nələrdən keçdiniz və lütfən lap başdaca anladın, necə və nə zaman başladı gerçək sənətə aparan yolunuz? Çox sağ ol, gözəl sözlərə görə. Ədəbiyyata gedən yolum əslində mənim 60-cı illərdən başlayıb, 60-cı illərin axırlarından o vaxt kənddə yaşayanda, Qaraçöpdə yaşayanda düzdür, kitabları oxuyordum. Məktəb kitabxanasına, kəndin kitabxanasına gələn kitabları oxuyordum. Ancaq mənim dayım çox qəribə bir təsadüf üzündən Azərbaycan jurnalına abunə yazılmışdı. Onların evinə Azərbaycan jurnalları gəlirdi və qəribəsi bu idi ki, o jurnalları oxuyan yox idi. Elə yığılıb qalırdı orada və mən hər dəfə həsrətlə ayın başını gözləyirdim ki, gedim onlara, həmin jurnalları, yığılmış jurnalı gətirim və oxuyum. Və mənim ədəbiyyata, ədəbiyyata ilk təmasım ciddi ədəbiyyatla Azərbaycan jurnalından başladı. Azərbaycan jurnalında dərc olunan hekayələri, povestləri, romanları, şeirləri oxudum. Və o vaxtdan hiss elədim ki, ədəbiyyat mənim həyatımın bir parçasına çevrildi. Artıq mən ədəbiyyatı, ola bilsin ki, o vaxt heç yazmaq barədə fikirləşmirdim. Heç bilmirdim ki, yazıcı olacağım, yazı ilə məşğul olacağım. Ancaq hiss edirdim ki, ədəbiyyat artıq mənim həyatımda var. Bundan qaça bilmərəm. Və sonralar universitetdə oxuyanda ilk qələm təcrübələrimi elədim. Sonra artıq təyinatla əyalət şəhərlərinin birində yaşayanda ilk qələm təcrübələrimi elədim. Sovet Gürcistan qəzetində işləyəndə ilk hekayələrim çap olundu. Onda hələ heç ədəbiyyata mən gəlmək barədə fikirləşmədim. Ciddi fikirləşmədim bu barədə. Sadəcə qəlbimin istəyi ilə mən dartırdı, yazırdım, pozurdım, dostlara göstərirdim. Ancaq ədəbiyyata ciddi gəliş barədə fikirləşmirdim. İlk ciddi gəlişim ədəbiyyata, mən bunu həmişə demişəm, mən 40 yaşında hiss elədim ki, mən artıq ədəbiyyatda olmalıyam və mənim başqa seçimim yoxdur. Ona qədər nə yazmışamsa, nə oxumuşamsa, hamısı özümü formalaşdırmaq üçün və sınaq üçün, eksperimentlər üçün eləmişəm hamısını. Çox gözəl Nəriman müəllim. İstəyirəm yaradıcılıq fəaliyyətinizi öz sırası ilə oxucularımıza çatdırasınız. Müsahibələrinizin birində oxumuşam və xatirimdə qalıb. Siz öz həyatınızı 4 mərhələdən tanıtmısınız. Publisistika, kino, nəsr və tərcümə. Bəlkə elə publisistik fəaliyyətinizlə bağlı başlayaq mövzuya. Publisistika mənim həyatımda demək olar ki, 70-ci illərdən başlayıb. 70-ci illərin, yəni universitetə daxil olandan sonra o vaxt universitetdə
Lenin tərbiyəsi uğrunda adında bir qəzet çıxırdı. İndi adı qəribə gələcək oxuyana. Zamanın tələbi belə idi. Lenin tərbiyəsi uğrunda bir qəzet çıxırdı. Elə mən də universitetə daxil olandan sonra həmin qəzetdən əlaqə yaratdım. Xırda para yazılar yazmağa başladım. Sonra 3-cü kursda artıq həmin qəzetin əməkdaşlarından biri idi. 30 manat oradan hətta maaş da alırdım. Orada publisistik yazılar yazırdım. Və 5-ci kursda sonra təyinatla göndərildiyim Daşkəsən rayonunda Daşkəsən qəzetində publisistik yazılar yazdım. Artıq oradan bütün qutaraq gələndən sonra bir müddət Gürcüstanda yaşadım. Bu torpaqda yaşadım. Sovet Gürcistan qəzetində ştatdan kənar əməkdaş oldum və publisistikamın daha da irəlilətdim, yəni daha da inkişaf elətdirdim. 89-cu ildə qədər mən artıq publisistikada biçmiş bir adam idim. Yəni Sovet Gürcistan qəzetində o vaxt yaddaşında olanlar bilirlər ki, o vaxt Sovet Gürcistan qəzetində çap olmaq çox çətin idi. Çünki Gürcistanda bir qəzet idi. Həm də ki, o qəzetdə tələbləri çox böyük idi. Orada çap olunmaq, publisistik yazılar. Ancaq görünür ki, mənim bəxtimizdə idi ki, yazılarımı qəbul elədilər. Ştatdan kənar əməkdaş kimi qəbul elədilər. O qəzetdə böyük bir publisistik yol keçdim. Və ondan sonra 89-cu ildə getdim Bakıya. Birinci mərhələm bitdi mənim. Sovet Gürcistandan getməyimlə 89-cu ildə birinci publisistika mərhələmi mən başa vurdum. Yəni artıq mən publisistikada bilirdim ki, nələrə nail olmuşam, nələr eləmişəm. Getdim Bakıya və orada taleyin gərdişinlə mən kino sahəsinə düşdüm. Kino sahəsinə düşdüm. Kino mətbuatında işlədim, kino studiyada işlədim. Sənətli filmlərim çəkildi, bədii filmlərim çəkildi, ssenarim çəkildi və kino mənim həyatımın bir parçasına çevrildi. Əslində, yəni mən kinonu həmişə özümün nakam sevgim adlandırıram da. Mənim kino mənim bəlkə də kino o nakam sevgim, kinoya olan nakam sevgim olmasaydı mən Nasir ola bilməzdim, tərcüməsi ola bilməzdim. O nakam sevgi məni gətirdi. Çünki kinoda istədiklərimi eləyə bilmədim. O vaxt ölçülər başqa idi, o vaxt tanınmaq var idi, ondan sonra kiminsə arxasında kimsə durmalı idi, irəli çəkməli. Yəni ömrümün ikinci mərhələsi mənim kino mərhələm idi. Bu mərhələm 40 yaşında bitdi. 40 yaşına qədər bu mərhələni bitirdim. Kinodan o nakam sevgim mənə xəyanət edəndən sonra məndən uzaqlaşandan sonra mən hiss edirdim ki, mənim Nəsirdən başqa yolum yoxdur. Və artıq 40 yaşında mən özümü Nasir kimi görə bildim, hiss eləyə bildim. Nasir kimi ilk hekayələrimi, povestlərimi yazdım, sonra romanlarımı yazdım. Və bununla yanaşı da tərcümə mənim əbədi yol yoldaşımdır. Elə publisitikayla məşğul olanda da mən tərcümələr sahəsində xırda para özümü sınıyırdım və hiss eləyirdim ki, tərcümə mənim üçün qaçılmaz bir şeydir. Mütləq tərcümə ilə mən məşğul olmalıyam. Çünki elə əsərlər var ki, oxuyuram, görürəm ki, bunu mən yazmamışam, yaza bilmirəm. Ancaq istəyirəm ki, bu mənim olsun, mənim bu əsərdə kiçik bir nəfəsim olsun, bir qədər bu əsərdə mənim əməyim olsun. Onu da başlaydım çevirməyə. Və tərcümə edib paylaşırsınız digər. Sonradan doğrudan da tərcümə mənim həyatımın çox böyük hissəsini aldı və artıq
36 kitabım, tərcümə kitabım çap olunub. Dünya ədəbiyyatının çox böyük, gözəl əsərləri. Nəriman müəllim, az əvvəl kino sahəsindən bağlı qısaca məlumat verdiniz, ancaq mən kinoya aid bir sualı yenə vermək istəyirəm. Məşhur Qara Volqa filminin ssenari müəllifi sizsiniz, bilirik ki, və bir çox ciddi sənədli filmlərin müəllifisiniz. Bu barədə biraz ətraflı danışardınız lütfən. Mən Bakıya gedəndə əvvəl talih ilə gətirdi ki, yeni filmlər və kino yenilikləri belə bir nəşr çıxırdı Bakıda. Qəzet idi, həftəlik qəzet və aylıq kino jurnalı çıxırdı. Mən orada işləməli oldum. Və orada təbii ki, kino ilə bağlı yazılar yazırdım qəzetdə də, jurnalda da. Sonra ssenarilərim ortaya çıxdı, sənədli filmlər. 12 sənədli kino filmin ssenari yazdım. Yəni onların, həmin filmlərin əksəriyyəti çox böyük sənət, gözəl sənət ölçülərlə bağlı idi. Məsələn, Sazbənd haqqında film var orada, Sərhəd haqqında o İranla Azərbaycanın sərhədinin pozulması, o tarixi bir hadisə olan o Sərhəd filmi bizim ssenarimizə ərsəyə gəldi. Sonra Şeytanbazar filmini çəkdik, bu Tiflisin gözəl bir məkanı haqqında. Bizim gözəl fotoqrafımız, gözəl Şahvalət Eyvazovun fotolarının, foto sənətinin üstündə. Ondan sonra Ağ-Qara Dünya adında bir film mənim ssenarimlə çəkildi. Kör fotoqraf haqqında təsəvvür elə. Kör fotoqraf haqqında bir sənətli film oldu. Sonra 3 seriyalı bir film elədik. Məmməd Əmin Rəsulzadə və Azərbaycan istiqlalından bağlı. Belə yaxşı filmlərimiz oldu. Və günlərin bir günündə də Qara Volqa, məşhur Cəmşid Əmirovun Qara Volqa romanının motivləri əsasında ssenari yazmaq təklif olundu. Mən də qəbul elədim və yazdım. O film çəkildi. Düzdür, özümü o qədər qane eləməsə də professional cəhətdən o tamaşaçılar qəbul elədilər, sevgilər, baxdılar. Sonra çəkilməmiş 6 ssenarim var hal-hazırda və mən ilk dəfə Qurban Səid imzasından çap olunan Əli və Nino romanının motivləri əsasında mən 2 seriyalı filmin ssenarisini yazdım. O film 3 dəfə çəkilişə cəhd olundu həmin filmin. Bir dəfə deməli burada Güzdə Keti Dolizzi var, məşhur Gürcü rejissordur. Keti Dolizzi mən dəvət elədi. Gürcüstana eşitmişdi ki, belə bir ssenari var. Gəldim, söhbət elədik. Bu Gürcüstan bir Qafqaz bir cəmiyyəti var idi. Onların həmin Keti Dolizzi həmin cəmiyyətin xəttindən filmi, ssenarini çəkmək istəyirdi. Nəysə o layihə yarımçıq qaldı. Sonra Bakıda bir dəfə cəhd olundu. O vaxt 93-cü il hadisələri nəticəsində yarımçıq qaldı. 3-cü dəfə Hollywooddan bir John Qaffari deyirdilər, Cahangir Qaffaridir. Əslən Cənub Azərbaycansız, ancaq Hollywoodda işləyir. O gəlmişdi, ssenar haqqında eşitmişdi, oturduq, söhbət elədik. Və John Qaffari həmin filmi ssenari çəkmək istəyirdi. Yəni maliyyə cəhətlərindən bağlı həmin layihə baş tutmadı və beləcə 3 dəfə alınmadı. Ancaq ümid edirik ki, 4-cü dəfə artıq filmi izləyərik biz. Artıq keçən bu il
Bildiyiniz kimi Avropa zad rejissorlarının, aktyorların iştirakı ilə Bakıda həmin mövzuda film çəkilir. Ancaq səhv etmirəmsə o teleserialdır. Yox, iki serialı filmdir. Bədi filmdir, teleserial deyil. Səhv etmirəmsə Əli və Nino əsərinlə bağlı daha doğrusu teleserial da çəkilir hal-hazırda. Teleserial çəkilib o dəfələrlə söhbət, hətta bir dəfə İsveç televiziyasından mənə təkliflə gəldi ki, sizin ssenarinizi göndərin, mən də göndərdim, qəbul da olundu, söhbətlər də getdi, qaldı. Yox, teleserial hələ baş tutmayıb. Nəriman müəllim, o zaman belə bir sual da vermək istəyirəm. Nəsr sahəsində qələminizi gözəl hekayələr yazmaqla sınaqdan çıxarmısınız, amma uzun müddət iri həcmli nəsr əsərləri çap etdirməmisiniz, bunu da bilirik. Amma son bir neçə ildə bir-birinin ardınca 4 samballı romanınız çap olunub. 5, üzr istəyirəm, düzəldirəm. 5 romanınız çap olunubdu. Yalqız romanı ilə başlayan romançılıq fəaliyyətiniz barədə öz dilinizdən eşitmək də dinləyicilərimiz üçün maraqlı olardı, yəni romançılıq fəaliyyətinizlə bağlı. Təbii ki, nəsr elə bir şeydir ki, onu qəfildən romanla heç kəs başlamır, çünki hər şeyin əlifbasından başlamaq lazımdır. Yəni öz qüvvəni sığalamalısan, ədəbiyyata bağlılığını, ədəbiyyatın nə qədər təmas olmağını sınaqdan keçirməlisən. Mən də ki, dediyim kimi, ümumiyyətlə mənim düşüncəmdə belə bir şey var ki, ədəbiyyat yox, nəsr 40 yaşından sonra başlayır. Çünki şeir elə şeydir, onu 20 yaşında da yaza bilərsən, dizin üstündə də yaza bilərsən. Yəni telefon, diktafonla da yazıb köçürdə bilərsən. Yəni nəsr, şeir çox azad bir şeydir, ruhla bağlı bir şeydir. Şeiri çox, yəni erkən yaşlardan da başlamalıdır. Erkən yaşından. Nəsr həyat təcrübəsi ilə bağlıdır. Həyatı öyrənməlisən, onu əxs eləməlisən, həyatı içində əritməlisən, bir özünü hazırlamalısan. Ona görə mən 40 yaşına qədər yazdığım bütün yazılarımı, nəsr yazılarımı qatladım, qoydum sandığa. Yəni yığdım, qoydum sandığa ki, qutardı. Bunlar yoxdur. Ondan sonra başladım öz istədiyimi yazmağa. İlk hekayələrim, povestlərim çıxdı. Sonra ilk romanım 46 yaşında çıxdı. 2006-cı ildə Yalqız çıxdı. Yox, Könül elçisi Don Juan haqqında romanım çıxdı. Sonra Yalqız romanı çıxdı. Sonra Yolsuz romanı çıxdı. Yolçu romanı və arxada Qurban son romanım çıxdı. Yəni hər biri hər halda istədiyim effekti ala bildim. Yəni arzu etdiyinizi əldə etdiniz romançılıqda. Deyim ki, tutaq ki, Yalqız romanı Milli Kitab mükafatının 10-luğuna düşdü. Yolsuz romanına görə Milli Kitab mükafatını qazandım. Ondan sonra yəni Könül elçisi romanım Türkiyədə çap olundu, tərcümə olundu, İstanbulda çap olundu. İyunun 3-də imza mərasimidir, mən ora getməliyəm. Yəni hər halda qane etdi sizi. Qane etdi. Və ən əsası oxucuları, çünki mən də onların hərdən sosial şəbəkə vasitəsilə hələ ki, şikayətim yoxdur. Bəs bu cür romanlarınız hal-hazırda da varmı? Yəni planda olan, yazmaqda olduğunuz, bizi gözləyən? Bu çox çətin şeydir, planlar haqqında danışmaq. Biraz stratejik sual verdim. Əlimdə bir roman var. İnşallah payızda bitirmək fikrindəyəm. Yəni, mənim üçün çox ağır, əzablı bir
yoldan keçir. Hər halda ümid edirəm ki, nəticəsi yaxşı olacaq. İnşallah biz də gözləyirik. Nəriman müəllim, romanlarınızda tarixi çalarlara da qabarıq nəzər, daha doğrusu tarixi çalarlar da qabarıq nəzərə çarpır. Ümumiyyətlə necə yazırsınız? Tarixi materialları axtarıb oxunaqlı dillə roman şəklində gün üzünə çıxarmaq elə də asan məsələ deyil. Yəqin ki, bununla bağlı nələr söyləmək istəyirsiniz? Məndə belə bir duyğu var ki, əslində heç nəyi mən axtarmıram və heç nəyin arxasında düşmürəm. Bu ilahi bir koddur. Yəni hər hansı lazım olan məqamda sənə deyir ki, sən bunu yazmalısan. Yəni hazır olduğum, onu yazmağa hazır olduğum məqamda elə bir ki, o kodla sənə əyan olur ki, sən bunu yazmalısan. Mən heç vaxt özümü dağıtmamışam ki, bunu yazacağam, bunu eləyəcəm, ciddi hazırlaşmamışam da. Və günlərin bir gündə qəfildə mənə əyan olub ki, mən buna hazıram, artıq bunu yazmalıyam. Yəni zamanla bağlı bir şey, yəni zaman gəlincə artıq. Yəni insanın ruhi hazırlığı, ruhi cəhətdən o mövzuya, o necə deyim, o məqama hazır olmağı var da. Mən də bunu heç özümdə hiss eləmədən həmişə məqamında duymuşam və həmin romanlar başa gəlib. Aydındır, çox gözəl. Tərcümə sahəsi də sizin yaradıcılığınızda çox mühüm yer tutur. Dünya korifeylərinin onlarla samballı əsərlərini dilimizə tərcümə edibsiniz. Kimləri tərcümə etdiyinizi və hansı yazarların sizə daha çox doğma olduğunu dinləyicilərimizin bilməsi maraqlı olardı məncə. Buyurun. O tərcümə mənim artıq neçə illərdir ki, təxminən 40 yaşından sonra 25 ildən artıq tərcümə mənim 15 ildən artıq tərcümə mənim həyatımın ikinci hissəsidir. Yəni bir hissəsi nəsrdir, ikinci hissəsi tərcümədir. Mənim artıq publisistika, ssenarinin yaradıcılığından o qədər fəal məşğul olum. Tərcümə mənim həyatımın çox ciddi bir hissəsidir. Mənim tərcümə ilə ciddi məşğul olmam çox qəribədir ki, deyəcək, inanmırsan, bu bura ilə bağlıdır, bax, bu bina ilə bağlıdır. İnanarsan buna? Hər halda o olduqca bizim üçün də təəccüblü oldu. Buyurun. Çox görkəmli, güclü rejissor və yazısı var, Qoderis Çoxeli. Bəli, duymuş. Qoderis Çoxeli burada işləyir, bax, televiziyada işləyir. Və Qoderis Çoxelinin bir neçə hekayəsini oxumuşduq. Mənim dostum Tofiq Mirzə ilə 80-ci illərin axırlarında, təxminən 88-89-cu ildə bir gün belə bir fikrə gəldik ki, gedək Qoderisini tapaq. Gəldik buraya, bu binaya. Həmin sən qarşıladığın yerdə Qoderis Çoxeli düşdü, zəng eləmişdi, bizi qarşıladı, görüşdü, söhbət elədik. Dedi ki, biz sənin hekayələrini tərcümə eləmək istəyirik. Çox sevindi Qoderis, çox sevindi. İlk bizim ciddi tərcümə işim, ona qədər təbii xırda para şeylər tərcümə edirdim. İlk ciddi tərcümə həmin vaxtdan başladı. 80, çox dəqiq desəm, 87-ci ildən. Qoderis Çoxelinin hekayələrini, povestlərini tərcümə elədik. Ondan sonra mən Bakıya gedəndən sonra artıq tərcümə mənim həyatımın bir hissəsinə çevrilmişəm və dünya ədəbiyyatının gözəl əsərlərini oxuyurdum və hiss edirdim ki,
bunu mən yazmamışam, yazmaq istəyərdim ki, bunun altında imzam olsun. Həmin əsərləri başlaydım çevirməyə. Artıq dünya ədəbiyyatından bir 36 kitabım tərcümə olunub. 36 kitab tərcümə olunub, çap elətdirmişəm. Onun arasında kimlər yoxdur? Dostoyevski də var, Marquez də var, ondan sonra Sartre da var, Bernhard da var. Kimlər təxminən ancaq elələri var ki, bir hekayə, bir povest, bir piyes, bir onların sayı yüzlərləndir. Və dünya ədəbiyyatından 36 kitabım çap olunub, 10 kitab da təxminən çapdadır. Və üstəgəl görkəmli gürcü yazısı Otar Kilaze'nin romanını çevirmişik. Uğuruma Çıxan Adam romanı artıq çapa hazırdır. Və bu yaxınlarda mən Gürcü ədəbiyyatı antologiyası üzərində işimi tamamlamaq istəyirəm. Bir neçə yazıçının əsəri qalıb və bütün tərcümə təsərrüfatının içində, yəni Gürcüstanla bağlı da bunları demək istəyirəm. Çox gözəl. Elə buradaca sizin fəaliyyətinizə bir mərhələ də mən əlavə etmək istəyirəm. Naşirlik. 100-dən çox kitabı nəşrə hazırlamış, redaktə və tərtib etmisiniz. Enerjiniz daima bol olsun deyirik öncəliklə. Amma bu qədər işi bir araya necə sığdırırsınız? Vallahi redaktə və tərtibat işi, tərtibçilik işi əslində mənim üçün bir xəstəlik kimi bir şeydir. Yəni bir simptomatik xəstəlik kimi bir şeydir. Mən görürəm ki, bunu gözəl tərtib eləyib çap elətdirmək filan kəsin yaradıcılığını, filan adamın haqqında həyatından, taleyi ilə bağlı yazıları. Buna çalışmışam. Artıq 16 kitabım tərtib elədim, nəşrə hazırladım, kitab var. Yəni redaktə, onların sayını artıq unutmuşam. 16 kitab elə kitablardır ki, məsələn, Qara Çöp haqqında doğulub böyüdüm. Qara Çöp mahalı haqqında bir ensiklopedik bir kitabın tərtib eləmişəm, nəşrə hazırlamışam. İsa İsmailzadə haqqında bizim böyük şairimiz, gözəl şairimiz İsa İsmailzadə haqqında kitabı tərtib edib çapa hazırlamışam. Ondan sonra Natiq Səfərov, Aydın Məmmədov kimi çox görkəmli bir Azərbaycan ziyalılarının kitablarını çapa hazırlamışam. Bizim dostumuz, gözəl şair dostumun Rafizin kitablarını tərtib edib çapa hazırlamışam. Sonra Rafiq Ümmətin, gözəl şairimiz Rafiq Ümmətin kitabını tərtib eləmişəm. Hələ çap məsələsi gündəmdədir inşallah. Ümid edir ki, başladı. Yəni bu cür o kitab tərtib eləmək, çapa hazırlamaq özü bir mədəniyyətdir. Yəni o demək deyil ki, hamısını bir-birinin arxasınca düzürsən, çapa verirsən və bununla da iş bitir. Yox, o kitabın tərtibatından, quruluşundan bir yazıçının, şairin həyatı məlum olmalıdır. Yəni onun həyatının bir necə deyim, bir həyatının xəritəsini oxumalısan sən. Ona görə o da bir sənətdir və bu mənim üçün hobbi kimi bir şeydir. Mən istənilən adamın kitabını, əgər ciddi adamsa, heç bir ücret istəmədən, haqq istəmədən onu tərtib edib çapa hazırlamaq çox böyük ləzzətlə həyata keçirirəm. Nə gözəl. O zaman bir sual yenə vermək istəyirəm. Çağdaş Azərbaycan ədəbiyyatının və Tiflis Borçalı ədəbi mühitinin hazırki durumu barədə nə fikirləşirsiniz? Dünya ədəbiyyatını kifayət qədər bilən təcrübəli bir yazıcısı kimi bu barədə nə deyərdiniz?
Deyim ki, layihədə bir ədəbiyyat yoxdur. Əgər sən burada tutaq ki, Anar Rafiqoğlu, sən Tiflisin köbəyində bir dənə hekayə yazırsansa, ya bir tamaşa yazırsansa, bir piyes yazırsansa, deməli sən dünya ədəbiyyatının bir hissəsisən. Yəni dünya ədəbiyyatı əlahiddə bir şeydir, sərhədsiz filansız şeydir. Bu mənəviyyatın, ruhun hadisəsidir. Azərbaycan ədəbiyyatı da təbii ki, dünya ədəbiyyatının bir hissəsidir. Ancaq Azərbaycan ədəbiyyatının indi ən faciəvi tendensiyalardan biri pis mənada əyalətçilik tendensiyasıdır. Dünyanı görməmək, dünya ədəbiyyatının hara getdiyini hiss eləməmək, dünya ədəbiyyatının nə ilə nəfəs aldığını, hansı mövzularla nəfəs aldığını bilməmək Azərbaycan ədəbiyyatının kəmkəsirlərindən biridir. Yəni tutaq ki, roman yazıb kənd müəlliminin macəraları haqqında yazıb, problemləri haqqında. Bu dünya oxucusu üçün nə qədər maraqlıdır. Bunu fikirləşmək lazım. Yəni qələmi əlində alanda konkret bir məkanı fikirləşməməlisən. Bu sən fikirləşməlisən ki, bunu sabah Avropaya çıxarsan, tutaq ki, yaxın ölkələrə çıxarsan, bunu anlayacaqlar ya yox, qəbul edəcəklər ya yox, dərk edəcəklər ya yox, bunu fikirləşmək. Yəni hamının anlayacağı bir şey yazmaq lazım. Təbii ki. Bu mənada deməli Azərbaycan ədəbiyyatında çox böyük Azərbaycan ədəbiyyatıyla dünya ədəbiyyatının müqayisəsində çox ciddi problemlər var. Mən çox istəyərdim o problem. O ki qaldı Borçalı mühiti, Borçalı ədəbiyyatı. Və inan ki Azərbaycan ədəbiyyatından Borçalı əsilli yazarların yaradıcılığını çıxarsan çox böyük şeydir Azərbaycan ədəbiyyatı. Çünki Borçalı o qədər özünə məxsus, o qədər özünü dilinə, ruhuna, ədəbi siqlətinə görə bir sambalıyırdı ki, o Azərbaycan ədəbiyyatının bəlkə də uğurlarının yarıdan çoxunu təşkil edir. Və indi çox uzağa getmirəm. Borçalı ədəbiyyatında Arif Mustafazadə kimi bir imza var. Nəhəng bir imzadır ki, hətta 60-cı illərdə modern, postmodern ədəbiyyatı yaradı. Bunun xəbəri yoxdur. Azərbaycanın xəbəri yoxdur. Sonra bizim nəslin nümayəndələri Səməd Qaraçöv var, Allahverdi Təhləli var, ondan sonra Nurafiz var, İbrahim Xəlil var, Afiq Muxtaroğlu var, Taftıq Yolçu var, Rafiq Ümmət var. Bu qədər çox güclü potensiala dünya ən azı dünya ədəbiyyatına əgər hazır bir antologiyada təqdim eləsək, ora düşməyə layiq adamlar var. Sadəcə biz bunları üzə çıxarda bilmirik. Biz Rafiq Ümmətlə bir son 300 şeiri, son 300 ilin Borçalı ədəbiyyat adında bir toplu, yəqin görmüsən o toplu. Ədəbi Gürcüstan. Ədəbi Gürcüstan toplusunu 1332 səhifəli çox nəhəng bir nəşr elədi. Təbii ki, orada nəşrin təyinatı ayrı idi. Bütün Gürcüstan ədəbi mühitinin son 300 il ərzində yaradıcılığını əks etdirirdi. Ancaq sənə deyim ki, oradan təxminən yarısını seçmə eləmək olar və
dünya ədəbiyyatı səviyyəsinə çıxartmalı poetik nümunələr var, orada şairlər var. Bu onun öz bir şeyidir. Və sənə deyim ki, son neçə illər ərzində Rafiq Ümmət Gürcüstan Yazıçılar Birliyi, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan filialına rəhbər gələndən sonra 30-a yaxın kitab buraxıb burada nəşr etdi. Öz gücünə, öz dostlarının imkanlarına, ondan sonra müxtəlif məqbul yollarla da xeyriyyəçiliklə həmin kitabları, o kitabları bir kül halında nəzərdə keçirsən, sən görərsən ki, Azərbaycan ədəbiyyatının nə qədər nəhəng bir qolu, nə qədər nəhəng bir hissəsi bu torpaqda yaranır, Borsalda yaranır, burada yaranır. Ona görə mən inanıram ki, əgər bir planlı, samballı surətdə bu işi nizama salınsaq, ədəbiyyatımız çox şey qazanar bundan. İnşallah ümid edirik ki, yaxşı olacaqdır. Nəriman müəllim, zaman su kimi axıb gedir. Necə oldu bilmədik. Ancaq yavaş-yavaş sona yaxınlaşdıq. Son olaraq Gürcüstanda Azərbaycan dilli ilk radio olan AGFM haqqında düşüncələriniz nələrdir? Məlumatınız var idimi belə bir radionun fəaliyyətindən? Var, çoxdan var. Hətta bir neçə verilişinizə də qulaq asmışam. Və mən çox sevindirdi ki, belə cavan bir kadrlar gəlib, enerji ilə, böyük həvəslə ədəbiyyata və mənəviyyata, bu sənətə bu qədər bələdçiliklə gəlibsiniz. Bu məni çox sevindirdi və inanıram ki, sizin verişin gələcəkdə uğurları daha böyük olacaq. O dinləyici auditoriyanız artacaq, daha çox tanınacaqsınız, seviləcəksiniz. Mən sizə uğurlar arzu edirəm. Çox sağ olun sizdən. İnanıram ki, daha gözəl məqamlarda görüşəcəyik sizinlə. Minnətdarıq sizdən bu sözləri eşitmək bizim üçün olduqca xoşdur. Nəriman müəllim, çox sağ olun zaman ayırıb gəldiyinizə görə. Təşəkkür edirəm və eləcə də həyat və yaradıcılığınızda bol-bol uğurlar arzulayıram. Çox sağ olun, var olun. Təşəkkür. Hörmətli dinləyicilər, Sənət Arenası verilişinin bu həftəlik də sonuna çatdıq. Bu gün verilişimizin qonağı dəyərli yazıcı, senarist, tərcüməsi, publisist Nəriman Əbdülrəhmanlı idi. Mən aparıcınız Anar Rafiqoğlu. Gələn həftə yenidən birlikdə olmaq ümidi ilə sağ olun, hələlik. Hər çərşənbə saat 18:00-da və təkrarı bazar günü saat 15:00-da olan Sənət Arenası verilişini dinləyin.